Salam, hörmətli abituriyentlər, videoya xoş gəldiniz. Qəbul imtahanına çox az vaxt qalıb, hazırlığa davam edin. Uğurlar arzulayıram. 15-ci sualın izahına baxırıq. Paralel naqillərdən eyni şiddətli cəryan axır. I2 cəryanlı naqili tərəfindən I1 cəryanlı naqilinə təsir edən qüvvənin modulu F-dir. Deməli, I2 tərəfindən I1-ə təsir edən qüvvə F-dir. I1 və I3 cəryanlı naqilləri tərəfindən I2 cəryanlı naqilinə təsir edən əvəzləyici qüvvə hansı istiqamətə yönəlir? Deməli, təsir əks təsirə bərabər olduğundan, əgər I2 bunu itələyirsə F qüvvəsi ilə, deməli I1 də I2-ni itələyir F qüvvəsi ilə. Onu qoyuram buradan belə. Bunlar bir-birlərini itələyirlərsə, deməli əks istiqamətdə axan cəryanlı naqillərdilər. Qüvvə məsafə ilə tərs mütənasib aslı olduğuna görə, əgər arada A məsafəsi olanda qarşılıqlı təsir qüvvəsi F-dirsə, onda 2A məsafəsi olanda qarşılıqlı təsir qüvvəsi olacaq F böl 2. Özdə bunlar eyni istiqamətdə olduğu üçün bir-birlərini cəzb eləyəcəklər. Yəni, bu bunu cəzb eləyəcək F böl 2 qüvvəsi ilə. Bu da bunu cəzb eləyəcək F böl 2 qüvvəsi ilə. Onda I2-yə təsir edən yekun qüvvə olacaq F üstəgəl F böl 2. O da eləyəcək 1,5F, istiqaməti də sağa doğru yönələcək. 16-cı sual sizdədir.